Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər üzv ölkələrin liderlərinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev çıxış edib. Liderlər arasında regional əməkdaşlıq, eləcə də təhsil və mədəniyyət sahəsində yeni təşəbbüslər müzakirə olunub. İclasın sonunda bir sıra mühüm sənədlər imzalanıb. Türk dövlətlərinin rəhbərləri Avropada toplaşdılar. Macarıstan təşkilata üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşünə ev sahibliyi etdi. İlk dəfə idi. Üzv olmayan, sadəcə müşahidəçi qismində təmsil olunan, üstəlik Avropa İttifaqının aktiv üzvü olan bir dövlət Türk dünyasının qayğılarını öz torpağında müzakirəyə çıxartdı. Qərbin təzyiqlərinə baxmayaraq. İclasdan əvvəl Macarıstanın baş naziri Viktor Orban təşkilata üzv ölkələrin dövlət başçılarını qarşıladı. Rəsmi qarşılamadan sonra Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü oldu. Qeyri-rəsmi formatda keçirilən görüşə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də qoşuldu. Daha sonra iclas başladı. Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi zirvə görüşünün keçirildiyini diqqətə çatdırdı. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi zirvə görüşü təşkil olunur. Prezident Sadır Japarovu Qırğızstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi zirvə görüşünə ev sahibliyi edəcək və sizi zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Bundan başqa Azərbaycan Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən birinə çevrilib. Türkiyə və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan üzərindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Kars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Prezident İlham Əliyev Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün vacib tranzit xidmətləri göstərdiyini vurğuladı. İnşa edilən 17 gəmi ilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükəşirmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali Kiprin Türk Dövlətləri Təşkilatına qəbul olunmasını təklif etdi. Ərdoğan təşkilatın Şimali Kiprsiz Türk dünyasını tam əhatə etməyəcəyini vurğuladı. Türkiyə Prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyindən də danışdı. Türk dünyamız için stratejik önemi haiz Kafkaslar'da yaşanan gelişmeleri yakından takip ediyoruz. Can Azerbaycan'ın Ermenistan'la barış anlaşması üzerinde mutabık kalmasından memnunuz. İki ülke arasında kalıcı barış tesis edilebildiği takdirde bu durum şüphesiz Türk dünyamız için birçok fırsatı da beraberinde getirecektir. Bu noktada Muzaffer Cumhurbaşkanı aziz kardeşim Aliyev'in bölgeye barışı getirecek lider olarak tarihe geçeceğinden eminim. Çıxışlarda həmçinin Macarıstanın təşkilata üzv dövlətlərlə Avropa İttifaqı arasında əlaqələrdəki rolundan bəhs olundu. Liderlər iqtisadi və enerji sahəsində əməkdaşlığın güclənməsində Azərbaycan və Türkiyənin önəmindən danışdılar. Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə Türk dövlətlərinin birgə universitetinin yaradılmasının planlaşdırıldığını dedi. O, bununla Türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğuladı. Təşkilata üzv dövlətlər arasında şəxsiyyət vəsiqəsi ilə səyahət və ortaq muzeylərə giriş kartlarının yaradılması da müzakirə edildi. Bu məsələni ölkələrin mədəniyyət nazirləri artıq təsdiqləyiblər. İclasın sonunda bir sıra sahələrə əhatə edən sənədlər imzalandı. Nəriman Hüseynzadə, Sərxan Daşdəmirov, Rüstəm Mikayılzadə, İTV Xəbər, Budapeşt.